Filan kəs yox, ona ölçülmür. Haqqı tanı ki, onun əhlini tanıyasan. Batili tanı ki, əhlini tanıyasan. Bilmir ki, məsələn, bu günə haqq nədir, batil nədir? Bu da haqq, o da haqq. Düzdür, hamı deyir ki, mənəm haqq. O deyir, mənəm haqq, bu deyir, mənəm haqq. Nə bilək, hardan bilək, Quran ayəmizdə Furqan surəsində təqva olanda Allah insana furqan verir, haqla batili ayırma cəhəti. Daxil, basirət gözümüz, düzdür. Və haqqın özünü tanıyanda bilərsən haqqın tərəfində olan kimdir. Sənin problemin özündədir. Haqqı tanı, bil kimdir. Qeyd edək ki, şiəliyin bu dünyada yayılma coğrafiyası Hicrətin 1-ci əsrindən, yəni bizim illərin 8-ci əsrdən formalaşmış və təsbit edilən coğrafiya ilə uyğundur. Sonra ümumiyyətlə bunları oxuyaq, qutaraq 5 dəqiqə. Bilək ki, şiələr hakim quruluşa müxalif qüvvə və tanınıblar. Niyə? Çünki şiə hər hamı qəbul eləmir ki, o ucublar sevmirlər də. Yəni, başqa məsələ kim gəlir qəbul edirlər. Şiə deyir ki, yox. Allah sevən adamdırsa, bizim böyümüzsə qəbul edir. Allah sevən deyirsə, mənsə qəbul eləmirəm. Və nəhayətdə əzdiblər, nədir bu, böhtanlar, qeybətlər, söyüşlər, rafizlər, nələr deyirlər də, indi də var. Məsələn, Sultan Məhəmməd Qəznəvi Xorasanın şərqini ələ keçəndən sonra 2 dəstənin şiələrlə mötəzələrin kökü kəsməyə başlayıb. Şiələrlə mötəzilə. Ki, mötəzilə sünnilərin bir qoludur, etiqadı baxımından. Müəyyən cəhətlərdən şiənin fikrini qəbul edir. Təmiz yox, müəyyən cəhətlərdən. Oxumuş kəlam elmində bu adəlinə ədilliklər. Müəyyən məsələlərdə fikirləri eyni olanda şiə və mötəzilənin deyirlər ki, ədilliklərin fikrinə əsasən, yəni bu iki nəfərin fikrinə əsasən. Hər məsələdə oxuyaq, müəyyən məsələlər bunların fikri bizdən uyğundur. Uyğun gəldiyi üçün həm onlardan edirdilər, incidirdilər. Belə onların elm məsələlərini hamısı məhv edirdilər, kitabxana yandırırdılar. Şiəli və mötəzilər əsəbə qalmasa bunlardan. O həmişə hədis əhli və kiramiyyəni himayət edər. Hədis əhlidə bir də əhl hədislər var, əxbari, o əxbari usulda yox, hədisdə əxbarilər var. Bir də hədislərin zahirini qəbul edənlər. Deməli, rəy, əhl-i hədis və ya əxbarilər. Deməli ki, bunun qanunu var, iştihad və rəy əhli. Məsələn, bunlar hədisin zahirini ancaq qəbul, Allahın əli, gözü, başı, hədis və budur. Rəy əhli hədisi izah edir. Biz nə deyirik ki, zahirin qəbul edəm, amma öz başına izah eləmə. Sübutlarla kiramiyyə. Allaha bir cisim. Çünki əhli hədisin hədislərində nə ki danışır Allahın cismindən, mütəşabihin, Allah belə ələqə var, onu qəbul edən bir məzhəbdir, onu müdafiələrdir. Və bunlar nə deyirlər? Bunlar şiələr güya düşməndir. Salahaddin Əyyubi Fatimələrə xəyanət eləyir və şiələrə kütləvi şəkildə öldürmə qərarına gəlir. Nə qədər şiə öldürüb. Osmanlıların hakimiyyət dövründə Sultan Səlim zamanında Nuh adlı bir alimin fətvasına görə Türkiyədə 40.000 şiənin başı kəsilib. Altı mənbələr var, narahat olmayın. Həmçinin Cəzzarın hakimiyyət dövründə Livanın Cəbəl Amil bölgəsində qan hamamı işə düşüb və şiə qətliamı baş verib. Bundan sonra uzun müddət çörəkçi təndirlərində odun yerinə şiə kitabı yandırılardı. Bütün bu qətliamlar nəzərə alandan sonra dünyada şiənin qalması özdə güc tələb edir. Güclü və zəngin mədəniyyətə, bütün İslam və elmi sahələrdə məşhur alimlərə malik olmaqla Allah möcüzəsidir bu. Nə qədər qırıblar, məhvli halda şiəli inkişaf edir, hələ qalır. Asan deyil ha, bugün kimi alimlərimiz olub, kitablar, gizlənən, orada burada saxlaya ki, cəmaat mühafizəsində. Nəinki o hoqqa çıxasın TikTokda. Onun xüsusi lütfi sayəsində həqiqi İslamın nümunəsi heç bir tərəfə məruz qalmadan 15-ci əsrə kimi gəlib çıxıb bu xoşbəxtlikdən onun nuru gün və gün daha da çox inkişaf yolunu işıqlandırır və tarixin üzərindən nadanlıq və təəssübkeşlik pərdələrini kənara çəkir. Yəni tərslik eləmirlər. Bu qədər. Allah elimizi artıq etsin. Allah bizi həqiqi şeylərdən qərar versin. Amin. Allahümmə salli ala Muhammed
Və Muhammed və acil faracahum.